Digər uşaqlar da qoşulsunlar, yavaş-yavaş başlayaq sual cavaba. Gələk sualımıza. Deməli, Avropanın ən hündür zirvəsi mən anket sorğusu keçmişdim. Siz orada gördüm nəyə qeyd eləmişdiniz. Qalxapigen qeyd etmişsiniz. Niyə? Niyə Qalxapigen? Qalxapigenin nə qədərdir hündürlüyü? 2469 müəllim. Hə, bəs Mont Blanc'ın hündürlüyü nə qədərdir? Nəyi müəllim? Mont Blanc'ın hündürlüyü. Mont Blanc. Bəli. Mont Blanc 2655 ayda. 4807 metr. 4807. O başqasıydı. Bəli, qarışdırdın sən. Ümumiyyətlə, Avropa ən hündür zirvəsi Mont Blanc. Amma 3 nəfər Fərid sən idin, Leyla idi, Nuray idi. Üçünüz də qeyd eləmişdiniz Qalxapigi. Ya bir-birinizə baxmısınız, görmüsünüz, biri qeyd edib, qoy mən də qeyd edib. Yox, hayır. Mən yazdım. Ondan sonra da yoxlamaq üçün Salam. PDF-dən baxdım. Necə Tərlan? Neçənci siniflərə aiddir? Bütün coğrafiyaya hazırlaşan hər kəs üçün aiddir dərsimiz. Xəritə üzrə materiklərin relyefinin sual cavabı olacaq. Xəritəni öyrənəcəyik bu günləri relyef üzrə. Fatimə yoxdur ha burada. Keçən dərs qoşulan Fatimə yoxdur deyəsən də. Müəllim, mən o suala baxanda Qalxapigen çox yaxın gəldim. Ona görə götürmüşdüm onu. Hə, yox. Avropa ən hündür zirvəsi Mont Blanc'dır. Bir dəfəlik bunu yadınızda saxlayın. Qalxapigen Skandinaviyanın ən hündür zirvəsidir. İndi baxacağıq orada bir-bir. Başlayaq biz sual cavabımıza yavaş-yavaş vaxtımızı. Açın, nə var? Bir xəritə açın indi. Xəritəni açın mən sizin üçün. Hər kəs zəhmət olmasa aktiv iştirak eləsin, fikir bildirsin. Yəni pasiv qalın. Xəritəsidir bütün dünyadan. Necə? Bütün dünyadan da. Bəli, bütün dünyadan sual cavab olacaq. Afrikasız, Şimali Amerikasız, Cənubi Amerikasız, ondan sonra Avstraliya, Antarktida. Onda siz yaşayan var, Materiklər üzrə hər birinə baxacağıq. Buradan kontur xəritəni tapaq. Deməli, materiklərin kontur xəritəsi. Nədir, balaca dostumuz da sizə qulaq asır. Duman da bizə qulaq asır. Axırda Duman da coğrafiyaçı olacaq. Evet. Nədir bu? Materik baxda, sonra dünya üzrə gedər. Birinci dünyanın xəritəsində materiklərin yerlərinə baxaq, sonra materik üzrə ayrı-ayrılıqda relyefə baxaq. Siz dünyanın fiziki xəritəsini sevirsiniz axı. O qədər. Hə, müəllim, onsuz yaşaya bilməliyik. Xüsusən də bu xəritəni lap çox sevirsiniz. Mən Ekranda hər kəs görür. hər yerdən baxaram, müəllim. Hər kəs görür. Başqa suallar da var. Var dərsdə, amma cavab vermirlər. Hər kəs cavab versə daha yaxşı olar. Utanmayaq, çəkinməyək, aktiv iştirak edək. Yaxşı. Deməli, dünyanın fiziki xəritəsi. Gəlin birinci burada materikləri bir hər birini öyrənək. İşarələdiyim materik. Hansı materikdir? Şimali Amerika. Hər kəs fikrini desin. Şimali Amerika, Leyla dedi Şimali Amerika. Başqa? Səsvermə yolu ilə qalib gəlmiş olan bizik hal-hazırda. Doğrudur, Şimali Amerika materikidir. Bəs bu? Hara müəllim? Cənubi Amerika. Cənubi Amerika. Düzdür, Cənubi Amerika. Bura? Afrika. Afrika. Afrika, doğrudur. Bu hansı qitədir? Avropa Bura qitəsi. Avropa. Doğrudur. Bura? Müəllimə. Asiya qitəsi. Asiya. Fatimə, sənsən? Bəli, müəllimə. Xoş gəldin. Xoş gördüm. Çox şey itirməmsən, hələ təzə başlamışıq. Asiya qitəsidir, düzdür. Bura haradır? Bura Afrika. Avstraliya, doğrudur. Bura haradır? Antarktida müəllim. Doğrudur, Antarktida qitəsidir orada. Yaxşı, materiklərin yerlərini bildiksə, onda keçək, okeanlara da baxaq. Bəli, baxaq. Bu hansı okeandır?
Ora bəlim. Ora An- Atlantik okeanı. Atlantik okyanı. Atlantik doğrudur. Bəs bura? Hind okyanı. Hind Ora okyanı Hint müəllimə. Hind okyanı düzdür. Bu hissə Harun müəllim. Sakit okyan. Sol Sakit tərəfdə okyan. sağ tərəfdə sakit okyandır müəllimə. bəs bura? Sol tərəfdə Orada sakit sakit okyandır. okyan. Orada Sakit Sakit okyan. okean. Doğrudur. Hər iki tərəf həm sol, həm də Yuxarı sağ. tərəf şimal buzlu okyan. Afərin, yuxarı isə şimal buzlu okyan. Bəs yaxşı, bura hansı okyandır? Hara? Hara Cənub müəllimə? müəllim, Cənub okean. Cənub okyanı düzdür. Düzdür. Sizin kitablarınızda hələ Cənub okyanı, yəni siz keçdiyiniz dərsliklərdə Cənub okyanı adı verilmir. Amma ola bilər ki, imtahanda sizə situasiyalarda düşsə okyanlarla bağlı Cənub okyanının adını yazın uşaqlar. Yəni o sizə əksiklik qazandırmayacaq, əksinə daha çox bal verəcək. Yəni tam bal vermiş olacaq. Okyanları da bildiyi onda seçim verirəm sizə. Birinci hansı materikdən başlayaq? Şimali Amerikada. Avrasya. Avrasya. Avrasiya, Şimali Amerika, başqa? Antarktida. Antarktida. Bəs söhbət öldüm hələ ki bir-birdir müəllim. Hələ ki, hər kəs birini dedi. Yaxşı, onda mən öz fikrimi deyirəm. Başlayıram sizdən Cənubi Amerikada. O. Heç kimin fikrinə qulaq asmadım. Cənubi Amerikadan başlayaq. Hər kəs Hadi birini yazsam dedi. mən demişəm. İçinizdən birini seçsəydim, xətrinə dəyərdi. Ona görə ən yaxşı öz fikrimi demək. Başladıq Cənubi Amerikadan. Deməli, Başlayaq müəllim. siz mənə deyin görüm, Cənubi Amerika hansı qədim quruya daxil idi? Hansı qədim qurunun hissəsidir? Şey müəllim, Şey, deyirəm. Gondvananın. Bəli, Gondwana Gondwana. qrupu hə, Gondwana, Gondwana. düzdür. Bəs onda belə bir sualım olacaq. Cənubi Amerika materik olaraq nə zaman formalaşıb? Ne zaman formalaşır? Avrasya qitəsi Panca parçalandıqda. ayrılanda müəllim. Parçalananda ayrılan. Nə zaman hansı eraya aiddir? Hansı Yani- yere şey Kaynazoy. Yok Kaynaz. Paleozoy. Paleozoy, başqa? Mezozoy. 100% səhv dedim. Müasir materiklər hansı erada formalaşmışdı? Nə müəllim? Müasir materiklər hansı erada formalaşmışdı? Paleozoy. Kaynazoy, Müasir materiklər. Paleozoy müəllimə. Mezozoy müəllim. Mezozoy. vahid quru olan Pangeya, vahid qurumuz Pangeya. Paleozoyda iki hissəyə parçalanır. Lavrasiya və Gondvanaya. Lavrasiya və Gondvana özü də Mezozoyda parçalanır və müasir materiklər formalaşır. Yəni müasir materiklər, adını öyrəndiyimiz materiklərin hamısı nə zaman formalaşmışdı? Mezozoyda. Mezozoyda, bəli. Cənubi Amerikada Tamam. Mezozoyda formalaşıb müasir materik olaraq. Amma təbii ki, Kaynozoyda da burada baş verən proseslər olub. Məsələn, Ant dağlarının yaranması. Amma sırf materikin özünün formalaşması deyiriksə, bu artıq Gondvananın parçalanması, yəni Mezozoy erasından söhbət gedir. Mezozoyda materik formalaşmış olur. Yaxşı. Tamam. Cənubi Amerikanın sahilində yerləşən okyanlar. Cənubi Amerikanın şərqində hansı okyan yerləşir? Yəni bu hissədə, Atlantik okyan, mən Atlantik okyan. Atlantik okyan şərqində yerləşir, solunda Sakit okyan yerləşir. bəli, Aşağısında isə Cənub okyanı. qərbində isə Sakit okyan yerləşir. Aşağı Bəli. hissəsində bəli, cənub Cənub hissəsində okyanı. Cənub okyanı yerləşir. Doğrudur. Yaxşı. Cənubi Amerika hansı yarımkürələrə düşür? Hansı Ben deyim, ölkələrə düşür? Cənub qərb, mən cənub qərb. Şimal, cənub, qərb. Cənub qərb. Mən şimala düşür. Cənub, şimal qərb. Şimal, cənub, qərb. Şimal, cənub, qərb. Toplam 3 Mənim dənə çox hissəsi cənuba düşür. 3 yarımkürə. Fatimə, çox hissəsi cənuba düşür. Çünki Cənubi Amerikanı hansı xətt kəsirdi? Cənub, Ekvator. ekvator hissəsi, mən ekvator. Ekvator neçə dərəcə idi? 0. 0 dərəcə. 0 dərəcə. Doğrudur. Ekvatordan yuxarı olan hissəsi hansı yarımkürədir? Şimal, şimal müəllimə. Şimal. Ekvatordan aşağıda olan Cənub. hissəsi Cənub. cənub yarımkürəsidir. Onda gəlin Cənubi Amerikanın şimal hissəsinə düşən relyef vahidlərini öyrənək. Görə şimalında hansı relyef vahidləri var? Deyin görə burada nə yerləşirdi bu hissədə? Mən Orada deyim. Orinoco balığı. Givyana yaylası, Givyana yaylası.
Gviana yaylası. Yaylası, Orinoco ovalığı. Burada yerləşirdi Orinoco ovalığı bu Ben hissə. Gviana yaylası. Gviana yaylası bax buradadır. Uzunlar. İndi mən bir sətirlik düzdə deyil. Orinoco burada yumru dairə çəkdiyim yerdə Orinoco ovalığıdır. X işarəsi qoyduğum yer isə Gviana yaylasıdır. Hər ikisi də ekvatordan yuxarıda, yəni Cənubi Amerikanın şimalında yerləşən relyef vahidləridir. Belə bir sualım olacaq. Orinoco ovalığında akkumulyasiya prosesi gedir, yoxsa denudasiya prosesi? Orinoco'da. Müəllim yayla yok bir dəqiqə deyəcəm. Dendasya mən Dendasya, Dendasya müəllimə. Çünki Gviana yaylası tərəfdə yerləşir. Harda denudasiya prosesi? Yox mən ovalıqlar şeydə yerləşirdi. Mən akkumulyativ idi. Yaylalar şeydi Dendasya. Bəli, bəli. Orinoco ovalıqdır burada akkumulyasiya Bəli, prosesi. ovalıqlar şeydi, akkumulyativ idi. Toplanma. Akkumulyasiya yəni toplanma deməkdir. Ancaq yaylılarda necə deyim? Denudasiya, Mən yaylalar hündür olurdu şeylər. çırpaqlaşma, dağılma prosesi gedir Gviana yaylasında. Doğrudur. Mən sizə akkumulyasiya deyəndə hər zaman biz orada ovalıq seçirik. Yaxşı. Gələk onda baxaq. Cənubda yerləşən obyektlərinə baxaq ki, Cənubi Amerikanın aşağı hissəsində nə yerləşir? Deməli, bu hissəsi nə adlanır? Cənubi Amerikanın bu hissəsi. Harasman. Orası müəllim. Patagonya. Mənim orada Buyur, hər kəs öz fikrini desin. Patagonya, Leyla dedi Patagonya. Buyur, Fatimə, sən nə deyirdin? La Plata ovalığı yoxsa? La Plata ovalığı ondan daha yuxarıdadır. Amma hazır işarələdiyim yerdə Patagonya yaylası yerləşir. Patagonya ərazisi yerləşir. Bax, bu hissə haradır? Ora mən La Plata ovalığı. La Plata ovalığı. La Plata ovalığı. La Plata ovalığıdır. La Plata ovalığı deyin görüm alluvial düzənlikdir, yoxsa proluvial düzənlikdir? Provilyal. Ya. Yox. Provilyal idi mənim. Yəni alluvialla proluvialın fərqini baxaq. Alluvial nədir, proluvial nədir? Bunu kim izah edər? Mən bilən alluvial Alluvial, proluvial. yaylalarda olurdu mənim alluvial deyəsən yoxsa? Yox, alluvial çayların yaratdığı düzənliklərə deyilir. Çay çöküntülərinin yaratdığı Gətirmə konuslardan. alluvial deyilir. Bəli, gətirib çökdürdüyü ərazilərdə alluvial düzənliklər. Proluvial isə müvəqqəti axarları, məsələn, sel, daşqın hadisələrinin yaratdığı düzənliklərə gedir. La Plata ovalığı da Parana, Paragvay, Uruguay çaylarının axdığı ərazidə formalaşır deyə. Bura olacaq alluvial düzənlik, yəni çayların yaratdığı düzənlikdir. Həmçinin Orinoco'nun özü də, Orinoco çayının vahəsində yerləşdiyi üçün Orinoco da alluvial düzənlik sayıla bilər. Yaxşı, burada hansı yayla yerləşirdi? Orada Braziliya. Braziliya yaylası müəllimə. Düzdür, Braziliya yaylası. İndi belə bir sualım olacaq. Braziliya yaylasını ekvator xətti kəsir. Braziliya Xeyr, yarasını kəsmir müəllim. Kəsmir müəllimə. Dövlükdə cənub yarımkürəsində yerləşir. Cənub tropik kəsir. Cənub tropiki, bəli. Yaxşı, deyin görək bura haradır? Ora Amazon ovalığı. Amazon ovalığı. Mənim Amazon ovalığı. Amazon ovalığıdır, düzdür. Amazon Ekvator ovalığı kəsir müəllim. Ekvator kəsir. ekvator Həm xətti cənubda, həm şərqdə. Həm cənubda. həm də şimalda yerləşir, düzdür. Amazon ovalığına biz alluvial düzənlik deyə bilərik. Bəli. Deyə Deyə bilərik. bilərik. Kəs. Mən gətirmə Kəsmələr konuslar yerdə, çayların kəsildiyi yerdə. Bəli, Bəli. düzdür. Bilərik, çünki burada Amazon çayı və onun qollarının yaratdığı bir ovalıqdır. Deyə bilərik ki, alluvial düzənlikdir. Doğrudur. Deməli, Cənubi Amerikanın düzənliklərini öyrədik. Bir dənə yer qaldı, onu da soruşum. Burada hansı düz yerləşir? Deyim Orada. mən. Gran Chaco. Deyiməm Gran Chaco. Gran Chaco düzü yerləşir, doğrudur. Yaxşı, sualım belədir. Cənubi Amerikanın hansı hissəsi geosinknaldır? Mənim sol hissəsi müəllim Ant dağları yerləşir, sol Alt hissəsi. dağları yersən. Ant dağları yerləşir. Qaldı. Sol hissəsi müəllim. Sol hissəsi deyirsə, o sol hissəni hissəsi. olaraq deyəsiniz, istiqamət olaraq deyəsiniz, hansı yarım kürəyə düşən hissəsi, daha doğrusu hansı istiqamətə düşən, şərqi, qərbi? Qərb mənim qərb. Mən qardım. Ant dağları yerləşir mənim. Bəli, Ant qərb dağları. hissəsi. Bax bu dünyanın ən uzun dağ sistemi olan Ant Ant dağları dağları. yerləşən hissəsi. 4058 metr yoxsa? Ant dağlarının uzunluğu nə qədərdir?
4 Ben mi yani deyim. 8 metreydi yoksa? 4 Yox, alt dağların uzunluğunu soruşuram. Ha, uzunluğu nə qədərdir? Ha, Bir dəqiqə uzunluğu müəllim. bir dakika. Hmm, 9.000. 9000, bəli. Alt dağların uzunluğu 9000 kilometrdir. Dünyada ən uzun dağ sistemidir. Baxın, ən hündür demirəm ha. Ən uzun dağ sistemi alt dağlarıdır. 9000 kilometr məsafədə. Materikin şimalından Yəni cənubuna ən hündür Everest dağıydı da. uzanır. Bəli, ən hündürü Everestdir. Amma ən uzunu desəm, 8849. deyin görüm alt dağları hansı tavaların toqquşmasından yaranmışdı? Litosfer tavalarının toqquşmasından. Litosfer tavalarının. Bildik, litosfer tavalar. O tavalların adlarını deyin. Hansı tavaydı, hansı iki tava? Cənubi Okeana Amerika. quru idi müəllimə. Cənubi Amerikanın Nazca. Ay sağ ol. Cənubi Amerika, bu Cənubi Amerika tavasıdır. Bu da Nazca tavasıdır. Bu ikisinin toqquşmasından formalaşmışdı. Onda alt dağları Cənubi Amerikanın Nazcanın, yəni bir materik, bir okean tipli tavanın toqquşma zonasında yerləşirsə, bu zona nə adlanırdı? Materik, okean tipli tavaların toqquşma zonasına. Geosinkhroz zona müəllimə. Geosinkhroz zona. Geosinkron zonadır, bəli, amma daha dəqiq burada adı var idi. Bəli, Leyla, materiklə okean toqquşursa buna deyilir subduksiya zonası. Doğrudur, subduksiya zonasında yerləşir. Alt dağlarının ən hündür zirvəsi nədir? Deyim deyim. mənim. Mən deyim. Aconcagua. Desin, Aconcagua. Aconcagua müəllim 6960 metr. Bəli, Aconcagua 6960 metr. Aconcagua hansı ölkənin ərazisinə düşür? Çili. Bir dəqiqə. Çili değildi ki müəllimə. Çili deyil. Yox Çili idi, mənim Çili idi də. Hər kəs Çili deyir, amma Çili deyil. Argentina. Bəli, Argentina. Argentina Argentina. ərazisinə düşür, düzdür. Argentinanın ərazisinə düşür. Alt dağlarında yerləşən fəaliyyətdə olan vulkanlar hansılardır? Ben sayayım. Ben Deyim sayayım. Mən deyim. Hər kəs fikrini desin. Buyur Fərid, birinci səndən başlayaq, sən de. Lidia Viako. Lülya Layko. Yaxşı, Leyla sən de. Katopari. Paxi. Fatimə sən deyə bilərsən. Mən yaddan Yaddan çıxdı. Yaddan Tərlan dərsdədir. Səs gəlmir. Başqa səs verən yoxdur. Hər kəs qulaq asmağı seçir. Qulaq asmağı seçirlər. Sonra burada var idi uşaqlar. Ruiz var idi. Cotopaxi var idi. San Pedro var idi. Lülya Layko var. San Pedro vardı. Fəaliyyətdə olan vulkanlar idi. Deyin görün burada hansı vulkan yerləşirdi? Orada mən Ruiz. Ruiz. Düzdür. Burada Cotopaxi. Cotopaxi idi. Doğrudur. Onun aşağısında Chimborazo. Chimborazo. Chimborazo vulkanının xüsusiyyəti nə idi? Xüsusiyyəti nə O idi? hem dağıydı hem de dağıydı. Hə. Necə dağdı? Yani. De Fərid, de görüm. Sönmüş müəllim. Sönmüş vulkandır, bəli. Həm də belə bir xüsusiyyəti var ki, dünyanın ən hündür sönmüş vulkanıdır, bəli. Dünyanın ən hündür sönmüş vulkanıdır. Sonra gəlirik bu hissədə hansı vulkan yerləşirdi? San Pedro. San Pedro burada Lidia Viako. Lülya Layko vulkanıdır. Lülya Laykonun xüsusiyyəti nədir? O da sönmüş. Fəaliyyətdə olan vulkandır. Ha, Fəaliyyətdə olan vulkandır. Həmçinin də dünyanın ən hündür Vulkandır. vulkanı. Deməli, ən hündür sönmüş vulkanda, ən hündür fəaliyyətdə olan vulkanda materik Cənubi olaraq Amerikada. Cənubi Amerikadadır. Dağ olaraq da alt dağlarının içərisində yerləşir. Doğrudur. Alt dağlarının içərisində bəs hansı yaylalar var idi? Yaylalar var idi. Ben diyeyim. De görüm Leyla. Mehmet'in yaylası vardı. Hamısı yadımda. Hansı yayla? Müəllim sualı bir də verə bilərsiniz. Alt dağlarının içərisində hansı yaylalar var idi? Bunlar geosinkrona düşən yaylalar. Kınaat şöyle. Mən Lima idi yoxsa yox bilmirəm. Lima deyil, yox. Lima şəhərdir. Burada paytaxt. Yaylası diyebilir. Yok yayla değil. Peru,
Peru, Puna, Peru'dur, Tamam, Puna'dır, Papaçız. Boliviyadır, bir də Altiplanodur. Altiplano'nun xüsusiyyətini kim deyər? Baxın, bu Altı hissədə plan. verilmiş. Altiplano'nun xüsusiyyətini kim deyər? Neydi bunun adı? Altiplano, Ant dağlarının 20 dərəcə cənub enliyində genişlənən hissəsində yerləşən yüksək yayladır və əsas xüsusiyyət də buydu ki, bu yayla quraq iqlimə malikdir, yəni. Hansı ölkələrin sərhədinə düşürdü? O Yəni, ne diyeceğim ben şimdi? Ölçülerini düşürdü. Müəllim Tam olarak Peru'ya düşürdü, yoksa Bolivya'na Peru, yoksa Boliviyayla Peru, Argentina, Argentina. Argentina'nın Bolivya'nın Argentina. sərhədinə düşürdü Altiplanolar. Bax, bundan sual düşər sizə. Ant dağlarının içərisində 20 dərəcə cənub enli, yəni genişləndiyi hissədə yerləşən yüksək yayladır. Səthi quraq iqlimə malikdir, yəni yarım səhra formasındadır. Geosinknalda yerləşir, xüsusiyyətləri bunlardır və Boliviya ilə Argentinanın sərhədinə düşür. Yaxşı. Deyin, Ant dağlarında yerləşən yaylaları da bildik. Peru, Puna, Bolivia, Altiplano. Bunlar Andın içərisində yerləşən yaylalar idi. Yaxşı. Gəldik Cənubi Amerikanın ucqar nöqtələrinə. Şimalda ucqar nöqtəsi, yəni Gallas burada. burnu. Galnas burnu müəllimə. Burnu. Cənubda Horn burnu, şərqdə Cabo Branco burnu, qərbdə isə Parinas. Harriet. Yaxşı. Orada bir söz dedi, Horun burnu. Cənubda dedi Horun burnu. Bəli, Verməm Horn burnu. Tərəfdə müəllim. Freud burnu. Freud burnu. Fatimə, Horun burnu burada yerləşir. Horun burnu o hissədə. Odlu torpaq adasındadır da. Biz materikin özünün ən ucqar nöqtəsini deyiriksə, sırf materikdə yerləşəni götürməliyik. Ona görə Freud burnu götürülür. Odlu torpaq adası materikə daxil deyildi. Materikin ərazisi kimi götürülmədiyi üçün Horun burnunu saymırıq. Sadəcə Freud burnu materikin ən hündür, daha doğrusu desək, ucqar nöqtəsi sayılır. Cənubda ən ucqar nöqtəsidir. Oldu müəllim. Qərbdə Mariota burnu yerləşir də, qərbdə. Mariota burnu. Parinas. Parinas burnudur, şərqdə Cabo Branco. Mariota burnu Şimali Amerikanın cənub nöqtəsidir. Bax, burada yerləşir. Qarışdırdım mən. Qoy yerini göstərim. Ana Amerika'dan aldım. Şeyin altındadır. Neden onun adı? Momotambo vulkanının aşağısında. Cənubi Amerikada kəllə qəndlər deyilən relyef formaları var idi. Bu harda yerləşirdi? Kəllə qənd. O dərsdə ən çox mən demişdim. Düzlüyü 300 metrə qədər olan bu kəllə qəndlər harda yerləşir? Braziliya. Bəli, Braziliya yaylasında yerləşirdi. Bəs Tepulilər hardaydı? Yəni buna Masavari dağlar da deyilirdi. Nə deyirdi müəllim? Masavari dağlar və yaxud da Tepulilər. Bunlar hansı yaylada yerləşirdi? Yaylada yerləşir. Bəli. Gviana yaylasındadır, düzdür. Ölçü olaraq hansı ölkənin ərazisinə düşür? Ölçü deyil, ölçü elə bilmir. Gviana yaylasında hansı ölkə idi? Venezuela. Bəli, Venezuela ölkəsinin ərazisində yerləşir Tepulilər. Tepulilər fiziki aşınma, xarici qüvvələrin təsiri, küləyin fəaliyyəti ilə yaranırdı. Kəllə qəndlər isə maqmatik və metamorfik suxurların səthə çıxması nəticəsində formalaşan relyef vahidləri idi. Cənubi Amerika ilə bağlı qaldı deməli, belə bir sualım olacaq. Cənubi Amerikanın ən alçaq yeri haradır? Valdez yarımadası, mənfi 42 metr. Yarımadasında mənfi 40 metr olan Salinas Tikas gölüdür. Bəs ən hündür yeri? Ən hündür yerdə mənim Aconcagua-dır, 6960. Aconcagua müəllim. Bəli, Aconcagua 6960 metr. 6960 metr. Bəli, belə Cənubi Amerikanı bitirdik. Bir şey qaldı. Nə? Nə qaldı? Faydalı qazıntıları. Filiz. Faydalı qazıntılar yox. Ant dağları hansı faydalı qazıntı ilə zəngindir? Mis. Filiz.
Mis, Aşağıları mis. neft faydalı qazıntılardır. Düzdür, xüsusən də burada mis ehtiyatı var. Mis qurşağı yerləşir. Boliviyada, Çilidə, Peruda, burada. Məsələn, Çilidə Chiquicamata mis mədəni var ki, açıq üsulla burada mis filizi çıxarılır. Sonra Braziliya yaylasının özündə dəmir filizidir, daş kömürü ehtiyatlarıdır. Bəs neft haradaydı Cənubi Amerikada? Neft. Bəli. Karibiya. Karibiya əhalisində əsasən. Harda? Şimal tərəflərdəydi Mən La müəllimə. Plata balığı tərəflərdə. Şimal tərəfinə. Baxın, bu Sən hissədədir. şimal tərəfdəyik də. Şimal? Şimal Hə, tərəfində. müəllim, Orinoco balığı tərəflərdə. Baxın, bu işarə, bura Maracaibo gölüdür. Maracaibo gölündə ən böyük neft ehtiyatları oradadır. Orinoco balığı, Karib dənizi sahilləri. Yəni şimal hissəsində. Ölkə olaraq da Venezuelanın ərazisinə düşür. Bu ərazidə ən böyük neft ehtiyatları bu ərazidə yerləşir. Alt dağları Braziliyadır, bu Patagoniyadır. Bu hissələr daha çox dəmir filizi, mis ehtiyatları ilə zəngindir. Yaxşı, başqa nəsə qaldı Cənubi Amerikadan? Mən Avrasiya çıxsaydı. Qalmadısa onda keçək növbəti. Şimali Amerikada mənim qonşusuna Avrasiya keçir. müəllim. Avrasiya çıxsaydı. Amerikaları bitirək keçək Avrasiyaya. Yarım qoymayaq, yazıqdır. Qərb bitsin, Amerika, Şimali Amerikada bitsin, ondan sonra keçək Avrasiyaya. Qonşuları Oldu köstür. müəllim. Hə, bu qərb yarımkürəsindən işimiz bitsin, sonra keçək Avrasiya materikidən. Yaxşı, Şimali Amerika. Şimali Amerika hansı quruya daxil idi? Nə mən? Şimali Amerika, bir dəqiqə müəllim. Qədim Mən quru. onu bilən Lavrasiya, ki, ondan Lavrasiya. aid deyildi. Lavrasiya idi, Lavrasiya qrupu. Bəli, Lavrasiya qurusunun tərkib hissəsinə daxildir. Şimali Amerika 4-cü dövr buzlaşmasına məruz qalıb. Bəli, mənim qalıb. Bəli, qalıb, düzdür. Bunu nə sübut eləyir? Bunu orada nasıl bitirəyik? Necə? Orada olan məmə buxlaq ərazilər var idi bəzi yerlərdə, yəni onun kənarlarında onlardan. Kənar hissələrinin çox girintili, çıxıntılı olması, xüsusən də şimal hissələrinə baxın, adaların, körfəzlərin, yarımadaların çox olması, burada buzlaq mənşəli gölçalıların olması, xüsusən də baxın şimal hissəsi bu əraziləri Şimali Amerikanın 4-cü dövr buzlaşmasına məruz qalan hissələridir, düzdür. Bəs Cənubi Amerika 4-cü dövr buzlaşmasına məruz qalmışdı? Cənubi Amerika xeyr müəllim. Bəli, qalmamışdı. Cənubi Amerika məruz qalmayıb. Yaxşı, Şimali Amerika hansı okeanlarla əhatələnib? Şimal Buz Okean, Atlantik Okean, Sakit Okean. Şimalında hansı okeandır? Şimalında Şimal Buz Okean. Şimal buzlu. Şərq hissəsində Atlantik. Atlantik, düzdür. Qərb hissəsində Sakit Okean. Sakit okean, doğrudur. Şimali Amerikanın gəldiyi ucqar nöqtələrinə. Şimalda ucqar nöqtəsi, yəni bu hissədə Murchison burnudur. Murchison burnudur, düzdür. Cənubda ucqar nöqtəsi Cənubda Mariato. Mariatodur. Şərqdə ucqar nöqtəsi St. Charles. St. Charles. Qərbdə ucqar nöqtəsi Wales Şəhzadəsi burnu. Uels Şəhzadəsi burnu, düzdür. Deyin görün, Murchisondan St. Charles burnu hansı ölkənin ərazisinə düşür? Amerika. Çətin deyəsən. Burada hansı ölkə yerləşirdi bu hissədə? Amma orada bir dəqiqə mən deyəcəm. ABŞ müəllim. Xeyr, Kanada. Ayda. Kanadanın ərazisinə düşür. Bu ölkələri əzbərləmək lazımdır. Bəs Uels Şəhzadəsi hansı ölkənin ərazisinə düşürdü? O bəhət dediyimə düşür müəllim. ABŞ ərazisinə düşür, düzdür. Çünki Alyaska ştatında ABŞ-a məxsusdur bura. Bəs Mariato burnu hansı ölkənin ərazisinə düşürdü? Kanada. Bura. Kanada. Ora şey Mariato. Meksika. Yox, Panama. Panama. Ölkə olaraq Panamanın cənub ucqar nöqtəsi olan Mariato ölkə olaraq Panamanın ərazisinə düşür. Meksika bu hissədədir, burada yerləşir. O Meksika yaylasıdır. Yaxşı, ucqar nöqtələrini bitirdiksə, belə sualım belə olacaq. Şimali Amerika hansı yarımkürələrdə yerləşir? Şimali Amerika.
Şimal, qərb, bir də şərq müəllim. Bu elə Şərq. ikisi şimal. Yox, cəmi 2 dənə yarımkürədədir. Şimalda və Şimal, qərb. yarımkürəsində. Ümumiyyətlə, Fərid, Amerikalar nə şimal, nə də cənub. Bunlar şərq yarımkürəsindən düşmür. Bütövlükdə qərb yarımkürəsindədir. Şimali Amerikada cəmi 2 yarımkürəyə düşür. Şimal yarımkürəsi ilə qərb yarımkürəsinə. Çünki Şimali Amerikanın nə ekvator xətti kəsir, nə Greenwich kəsir, nə də 180 dərəcəlik meridian. Heç biri kəsmir. Bunu kəsən bir şimal tropikidir. Baxın, bu xətt. Bir də şimal qütb dairəsi. Bu 66,5 dərəcə olan xətt kəsir. Şimali Amerikanın hansı hissəsi geosinknaldır? Müəllim, qərb hissəsi Kordilyer. Kordilyer dağları, Kordilyer dağları. Qərb hissəsi geosinknaldır, şərq hissəsi platformadır. Qərb hissəsində Bəli. yerləşən Kordilyer dağları hansı tavalarının toqquşmasından yaranmışdır? Şimal Amerika ilə Şimali Amerika ilə Sakit Okean. bəli, Sakit Okean tavasının toqquşmasından formalaşmışdır ki, bu zonada yenə subtropik sezonla adlanır. Kordilyer dağlarını biz hansı hissələrə bölürdük? Fransızlar. Kordilyeri hansı hissələrə bölürdük uşaqlar? Şimalı, cənubi olur da. Yox, şimalı cənubi olmurdu. Şərqi Kordilyer. Şərqi Kordilyer də. Bunun adı Hə, digər bu adı qərb. idi. Şərqi Kordilyerin adı nə idi? Hansı dağlar idi burada? Harda müəllim? Şərqi Kordilyerdə. Qayalı. Qayalı dağ. Qaya dağı. Bunlar hansı dağ əmələ gəlmə mərhələsində formalaşmışdı? Qayalı dağlar. Mezozoid. Bəli, Mezozoyda, yəni Kimmer qırışıqlığında formalaşıb. Gəlir Qərbi Kordilyerə. Qərbi Kordilyerdə bu hissədə hansı silsilə yerləşirdi? Orada Onun səsində müəllim. Kaskad silsiləsi, düzdür. Burada Orada Sahil silsiləsi. sahil silsiləsi doğrudur. Burada hansı silsilə yerləşirdi? orada ölü Orada müəllim. böyük hövzə. Yox, silsilə soruşuram. Hansı silsilə idi orada? Elə sahilin yanında. O Sahilin yanında. Sierra. Hə, Sierra Nevada silsiləsi yerləşirdi. Meksikanın qərbində və şərqində yerləşən dağların adı nə idi? Yəni bu hissədə. Orada. Ona nə deyilirdi? Sierra Nevada. Yox, Sierra Nevada deyil. Sierra Nevada'nın yerini qeyd elədik. Sierra Meksikanın Madre. Sierra Madre, bəli, Sierra Madre dağları deyilir, doğrudur. Meksikanın qərbində qərbi Sierra Madre, şərqində isə şərqi Sierra Madre dağları yerləşir. Yaxşı. Bəs Kordilyerin içərisində hansı düzənliklər var? Düzənliklər var. Böyük hövzə, sonra Böyük düzənlik var idi yoxsa? Colorado platosu desək var. yaxşı, mən xəritə ilə göstərim siz deyin. Burada hansı yaylaydı? Orada Yukon. Yukon yaylağı. Düzdür. Burada nə yerləşirdi? Böyük hövzə. Böyük hövzə. Orada var. Burada Orada Colorado platosu. Colorado platosuydu. Bəli, bunlar Kordilyerin daxilində yerləşən yaylalar idi. Bəs burada nə var idi bu hissədə? Orada müəllim ölüm dərəsi. Ölüm dərəsinin dərinliyi nə qədərdir? 86. Bəli, -86 metrdir, düzdür. Həmçində Şimali Amerikanın ən alçaq nöqtəsidir ölüm dərəsi. Kordilyerin ən hündür zirvəsi haradır? Denali dağları. 6194. Hansı dağlar? Denali. Denali, düzdür. Ölçü olaraq hansı ölkənin ərazisinə düşür? ABŞ-ın. ABŞ-ın ərazisinə düşür. Denalinin digər adı nədir? İkinci bir adı. M ilə başlayır deyəsən müəllim. Bu ilə başlayırdı. Neydi? McKinley zirvəsidir. Bu Denali yaxud da McKinley zirvəsi mənşəyinə görə necə dağdır?
Vulkanik. Onlar Bəli, sonuçta vulkanik, Vulkanik var mı? sönmüş dağdır. Deməli, bu Kordilyerin Qafqazla ortaq xüsusiyyəti kimi götürə bilərik də. Qafqazın da ən hündür zirvəsi sönmüş vulkandır. Kordilyerin də ən hündür zirvəsi sönmüş vulkandır. Olar məncə. Bəli. Testlərə həmişə belə qarışıq suallar, mix suallar salırlar müqayisə əsasında. Yaxşı. Deyin görək, bu hissə haradır bura? Ora mənim. İşarələdiyim yer hansı yarımadadır? Kaliforniya. Kaliforniya yarımadasıdır. Kaliforniya yarımadasına aid maraqlı bir fakt var idi ki, Kaliforniya divergent zonadır yoxsa konvergent? Konvergen. Yox, divergentdir. Necə ki, Afrikanın şərq hissəsi Afrikadan ayrılırsa, Kaliforniya da Şimali Amerika materikindən ayrılır. Şimali Amerikanın ən böyük ovalığı hansıdır? Ovalığı. Amerika. Baxın, bu hissədə Meksika ovalığı. bu hansı ovalıqdır? Mississippi ovalığı. Mississippi Bəli, ovalığı. Mississippi ovalıqıdır. Mississippi ovalığı da elə Mississippi çayının yaratdığı bir ovalıqdır. Ona görə alüvyal düzənlik deyə bilərik. Burada hansı ovalıq yerləşirdi? Meksika ovalığı. Meksika yanı ovalıqdır, düzdür. Bu hissədə Atlantik yanı. Atlantik yanı ovalıqdır, doğrudur. Burada hansı yaylaydı? Harda müəllim? Orada Meksika yarısı. Meksika yaylasıdır, doğrudur. Bu hansı yarımadadır? Hansı Hemen. müəllim? İşarələdiyim yer bura hansı yarımadadır? Florida yarımadası. Florida yarımadası. Düzdür. Florida yarımadası hansı faydalı qazıntı ilə zəngin idi? Florida dəqiqə. Rombun yarısı Romb deyildi, yox. Rombun yarısı deyil. Əsas Müəllim, filiz yoxsa qeyri-filiz? Hansının ikisindən biri olmalı? fosforit. Florida yarımadası fosforit ehtiyatları ilə zəngin olan ərazidir. O yumruğu ortasında da düz ağ kvadrat olan fosforitin işarəsidir. Floridada F yadda saxlaya bilərsiniz. Bura hansı yarımadadır? Ora müəllim, Yucatan. Yarımada. Burada hansı düzənlik yerləşir? Mərkəz düzənlik. Mərkəzi düzənliklər. Düzənlikdir. Burada hansı düzənlik idi? Orada böyük düzənlik. Böyük düzənliklər düzdür. Deyin görün bu adını saydığımız ovalıqlar içərisində hündürlük baxımından ən hündürü hansı olar? Mərkəzi, Mississippi, Meksika yanı, Atlantik yanından böyük düzənliklərdən. Yəni bu hissədə yerləşənlərdən hündürlük baxımından ən hündürü hansıdır? Mississippi. Mis. Yo, Mississippi. Mərkəzi. Atlantik yanı. Böyük düzənliklər. Çünki böyük düzənlik yayladır, yayla. Müəllim, hamısını sayda sübdən o qaldı. Bəli. Mississippi'dir, Meksika yanıdır, Atlantik yanıdır. Bunlar ovalıqdır. Mərkəzi düzənliklər yüksəklikdir, amma böyük düzənliklər yayladır. Həm də Kordilyerin bitdiyi yer sayılır da. Ona görə böyük düzənliklər bunlar içərisində ən hündürüdür. Şimali Amerikada fəaliyyətdə olan vulkanları şimaldan cənuba kim sayar? Leyla. Kim sayar? Leyla. Buyur Leyla say. Deyə bilərəm mən də. Fəaliyyətdə olanları tekdir. Bəli, fəaliyyətdə olanları öyrənmişik də. Burada sönmüş bir dənə Denalini öyrəndik. Fəaliyyətdə olanları say görə şimaldan cənuba ardıcıl. Şimaldan cənuba, tamam. Birinci gəlir Rainier vulkanı. Sonra Shasta vulkanı. Rainier, Shasta, sonra Ondan sonra gəlir Kolima vulkanı. Kolima. Kolimadan sonra gəlir neydi? Atepep. Popocatépetl. Sonra Oribasa gəlir. Oribasadan sonra Taxuma Taxumuko. Taxumuko. Adları düz deyək də Taxumuko. Adları niyə belə deyirsən? Taxumuko, sonra Momotombo. Ondan sonra Momotombo vulkanı. Şimala aiddir. Elə. Bolunu qılçını qıra-qıra, adlarını dəyişə-dəyişə bitər saydın, amma adlarını gərək düz öyrənək. Çünki onlar açıq sualda, situasiyada düşsə yazmaq lazımdır. Rainier, Shasta,
Kolima, Popocatépetl, Orizaba, Taxamulco və Momotomba vulkanları Amerikanın qərb hissəsində yerləşən fəaliyyətdə olan vulkanlar idi. Və sizin görün Mərkəzi Amerikada Martinika adasında hansı fəaliyyətdə olan vulkan var idi? McKinley. Martinika adasında fəaliyyətdə olan vulkan var. Mən bunu futbolçunun adı ilə demişdim, yadınızda saxlayın. Mənim şəhərliyim bir dənə rəzni. Bu hissələrdə Mərkəzi Amerikada. Monton Pele vulkanı, Monton Pele vulkanı. Mərkəzi Amerikadadır, Martinika adasında. Ölkə baxımından bu Martinika adası Fransanın ərazisi sayılır. Martinika adasında yerləşən fəaliyyətdə olan vulkandır, Monton Pele vulkanı. Onlar Amerika mövzusunda sayarlar adlarını. Kaliforniya yarımadası hansı ölkəyə məxsusdur? Kaliforniya. Bəli. Kaliforniya müəllim, nədən adı? Kanada. Burada Kanada var. Bir dəqiqə. Ora mən deyəcəm indi. Adından çıxdı. Ora Kaliforniya yarımadası ölkə olaraq Meksikanın ərazisidir. Meksikanın ərazisi. Yarımada ölkə olaraq Meksikaya düşür. Bəs Şimali Amerikada hansı səhralar var idi? mən deyim onu. Mən deyim. Yaxşı desin. Vulkanları mən saydım. Vulkanları da o saysın. Deyin görək, ikisi deyin. Davaş. Yox, mən demirəm. Deyirəm saysın. Bayaq mən dedim, o indi o saysın. 2 dənədir də nə sayacaq? 2 dənə cəmi səhradır. Deyin görək. Sanur səhrası. Hansı səhra? Bir dəqiqə. Sanur. Sonor səhrası. Bir də Maxove. Yerləmə ilə başlayır. Moxove. Sonarla Moxove səhrasıdır. Fatimə dərsdədir. Bayaq yazmışdı ki 5 dəqiqəyə gəlirəm. Yaxşı. Moxove və Sonor səhrası yerləşir Şimali Amerikada. Yaxşı. Şimali Amerikadan başqa bir şey qalmadı. Keçək Avrasiyaya. Amma müəllim, Avrasiyaya. uzaq qohumlar da mənim bunların. Asiya. Bence siz Afrika gəlir sırada, amma gəlin keçək Avrasiyaya. Avrasiyanın daha düz xəritəsini tapın mən sizə. Avrasiya hansı tüpdür? Qarışdırdım mən deyəsən. Avropa'dan Hə, Asiyada hə. Avrasiya materikində yerləşən qitələrdir. Yadıma düşdü. Avrasiyanın böyük xəritəsini görün. Müəllim, siz Bəli. Olimpiyadadan neçə sual yaza bilirsiniz də maksimum Olimpiyadadan? Müəllim olaraq da, çünki müəllim bizi deyir ki, Olimpiyada sualları müəllimlərə düşən suallardandır. Yəni, Hətta sənə deyim ki, hə, ondan da çətin düşə bilər. Müəllim, onu siz yazamırsınızsa biz nətər yazaq onu? Bizi profesional elitlərə burada. Siz yazamırsınız, indi sən nə bildik ki, yaza bilirəm. Yox, müəllim, siz yaza bilməyədik suallar olur da yəqin ki. Var yoxsa mən yoxdur? Yəni, ola bilər, yəni, bəzi, demirəm, bütün sualların hər ola bilər ki, bəzi suallar var ki, orada qaranlıq məqamlar ola bilər olimpiyadda. Müəllim, görürsünüz, yəni, sizdə belə bilmədiyiniz bəzi suallar olur, yəni biz onu yazamalıyıq iminli. Olimpiyada gedirsənsə, eləməlisən də, bacarmalısan. Mənim burada biz istəyək. Niyə? Sənin digərlərinə bəs fərqin olmalıdır ya, yox, olimpiyada deyirik burada. Sinifdəkilər dərs keçməlisən, yəni. Mövzundan fərqli olmalıdır da sənin olimpiyadaya keçin, daha məntiqli, daha dərin. Bəli. Yaxşı, gəldik Avrasiya materikinə. Avrasiya materiki hansı qitələrdən ibarətdir? Avropa, Asiya. Avropa və Asiya qitələrindən, doğrudur. Avrasiya materiki hansı okeanlarla əhatələnib? Şimalda? Şimal buzlu okeanı. Şimalda Şimal buzlu okeanı. Şərqdə? Şərqdə Sakit okean. Sakit okean, doğrudur. Cənubda? Cənubda Hind okeanı. Hind okeanı. Qərbdə? Atlantik okean. Atlantik okeanı.
Atlantik okeanı, doğrudur. Avrasiya materikinin ucqar nöqtələrinə baxaq. Şimalda ucqar nöqtəsi, yəni bu Çelyüz hissə. gibi. Ha o Çerez- isim ya. Düzdür, Çerezki. Cənubda ucqar nöqtəsi, Cənubda Nöqtəsi mənim bir dəqiqə icazə Salam verin. müəllim, mən çox şey Yəni- qaçırdım. çox şey qaçırmadan Avrasiyaya hələ təzə başlamışıq. Hə, tamam. Mənim Nədən? Ha, pardon. Nə sual idi müəllim? Cənubda ucqar nöqtəsi Piyay burnudur, düzdür. Şərqdə ucqar nöqtəsi Şərqdə Şey, müəllim, Avrasiya Virginia. Dejeniyor burnudur. Qərbdə ucqar nöqtəsi Baba burnu. Roka burnu. Yoxsa? Baba Roka deyil burnu. mənim. Rokadır. Mən Roka Qərbdə burnudur baba da. deyil. Roko. Mən Roka burnudur. Şəbnəm məmə. Müəllimə. Açıq. Mənə səssiz gəlmir. Yaxşı. Xeyr, məmə gəlmir. Gəlmir mənim Xeyr. gəlmir. Məndən qərbdəki burnunu soruşmamışdı bizdən. Qərb burnu Qərbi soruşmuşdu. Qərb burnu. Qərbdə baba burnu deyil ki. Yox, Yox. Roka burnudur. o şeyin deyə Asiyanın qərbidir. Biz ümumi Adaba piyay burnu demədiniz siz. Nə? Cənubda Yox. deyəndə piyay burnu demədiniz siz. Biz bütün Avrasiyanın dedi. Avrasiyanın dedi. Avrasiyanın. Ha. Avrasiyanın qərb burnu dedi. Roka burnudur. Müəllimə səsi necə sındı? Hə, səsim gəlir indi. Gəlir müəllim gəlir. Necə? Şükür. Bu nədirsə internet problem oldu. Uşaqlar yenidən qoşuldum mən. Görüm kaydımız gedir. Hə, kayd gedir, davam edir. Yaxşı. Belə yenidən qaldığımız yerdən davam edək. Avrasiyada məsələdə yenidən açıq. Qərbdəki Avstraliya. burnu soruşmuşsunuz müəllim. Mən qərb burnu soruşmuşsunuz. Avrasiyanın. Roka burnu. Bu roka burnudur, düzdür. Nə deyək? Müəllim, Buyurun. şimal burnu Çeliskın burnudur da. Şimal burnu bəli, Çelyuskindir. Aha. Bir də yenidən sənədlərimizi açaq Avrasiyanı. Görün burada kontur xəritə sözü. Hə.
Yaxşı. Siz mənə Avropa ilə Asiyanın bölgüsünü, hansı şərti obyektlər Avropa ilə Asiyanı ayırır? Ural dağları. Ural dağları. Ural dağları ayırdı müəllimə. Gəlin başdan gedək. Deməli, birinci dedik Ural dağları. Yaxud Ural dağları. Sonra Emba. Emba çayı, sonra Mən Sonra Volqa Xəzər çayı ayırmadı sahili. ki, Volqa çayı. yox, Volqa yox. Xəzərin şimalı, daha sonra Don. Xəzər birlikdə. Don. Don çayı ayırmır. Yox Azov şey, dənizi, Azov dənizi, sonra Qafqazın şimal oranı yox. dedik. Qafqazın Orta şimalı dənizi, Dunay. Azov dənizi, sonra Kerç boğazı, Keç daha boğazı. sonra daha sonra gəlirik hansı dənizə keçirik? Şey, Qaradəniz. Qaradəniz müəllim. Qaradəniz. Sonra gəlir Qaradənizdən sonra Aralıq Aralıq. dəniz. Aralıq Məzmura. dəniz. Bosfor boğazı, Aha. sonra Aha. Mərmərə dənizi, sonra Dardanel boğazı və daha sonra Egey dənizi, oradan da Aralıq dənizinə keçirik. Baxın, bu hissədə Türkiyədə olan boğazları da sayırıq. Kerç Azovla Qara dənizin arasındadır. Bosfor Qara dənizlə Mərmərənin arasındadır. Dardanel də Mərmərə ilə Egeyin arasında yerləşən boğazlardır ki, bu boğazlar Avropanı Asiyadan ayırır. Dəniz olaraq da Azov, Qara, Mərmərə, Egey, Aralıq dənizlərini götürür. Avropa ilə Asiyanın sərhəddində hansı dağ yerləşirdi? Ural Qafqaz dağı. Yox, Qafqaz dağı deyildi. Ural dağı. Mən Ural dağı. Dağları, düzdür. Ural dağları hansı ölkənin ərazisinə düşür? Ural dağları. yaylar. Rusiya ilə bəli. Hə, Rusiya. Rusiyada deyildi. Müəllim. düşür. Rusiya ilə Qazaxıstanın ərazisinə düşür. Ural dağları yaşına görə necə dağdır? Ural dağları. Qədim dağ. dağdır müəllim. Qədim dağdır da. Dağın ən hündür zirvəsi haradır? Everest Ural dağı dağı var, həm 8848 metr. Narodnaya. Narodnaya 1895. Bir dəqiqə mənim necə idi sualınız? Uralın ən hündür zirvəsi. Uralın mən çaşdım mən Avrasiyanın. Uralın ən hündür zirvəsi bəli Narodnayadır, 1895 metrdir. Yaxşı. Burada hansı dağ yerləşirdi? Orada Skandinaviya dağları. Skandinaviya dağları yaşına görə necə dağdır? Qədim. Mənim qədim Qədim. dağdır, qədim dağdır. Skandinaviyanın ən hündür zirvəsi Qalxa Pikin 2469. zirvəsidir, bəli. Burada hansı düzənlik yerləşirdi? Orada Almanya, Polşa. Yo, orada Şərqi Avropa düzənliyi. Orada mən qutba. Mənim Şərqi Avropa, mənim Qərbi Sibir yox Şərqi Avropa düzənliyi idi səhv eləmirəmsə. Şərqi Avropa düzənliyidir. Yaxşı. Bura haradır? Hara müəllim? Ora Ora müəllim. İslandiya. Mən İslandiya adası. İslandiya adasında hansı vulkanlar var idi? Hekla Hekla vulkanı vulkanı var. müəllim. 1491 metr Hekla vulkanı. Sonra Sonra Reykya. Yox. Bardambunga. Bir də mənim orada Danimarka boğazı yerləşirdi. Eyjafjallajökull, bəli, Qırlandiya ilə İslandiyanın arasında. Bir də Eyjafjallajökull vulkanı var. 3 dənə vulkan. Hə, İslandiya divergentdir, yoxsa konvergent? Convergent. Yo, Reykjavik Belgiya kimə? İslandiya divergentdir. Burada Avrasiya ilə Şimali Amerika tavalarının ayrılma sərhəddində yerləşir. Hətta İslandiyada Timur-Wilder Milli Parkı var ki, orada tavaların ayrılmasını göstərir bu milli park. Yəni, o həmin hissədə yaradılmışdır. Mənim İslandiyada divergent yadımdan çıxıb. Nə idi divergent, nə convergent? Divergent tavalarının ayrılması da konvergensiya tavalarının Toqquşması idi. Ha, yada düşür. Bəli, İslandiyada yerləşən vulkanlarda həmçinin bu Hekladır, Bardambungadır, Eyjafjallajökulldur. Bunlar divergentdə olduğu üçün qalxanvari vulkanlar hesab olunurlar. Mənim ən hündür Hekla vulkanında 1491 metr. Bəli, burada ən hündürü Hekla vulkanıdır. Bəli. Yaxşı, Ən məşhur. Avropa 4-cü dövr buzlaşmasına məruz qalıb. Bəli, Avropa müəllim. qalıb müəllim. Bəli, müəllim. Şimali Amerikanın Avropa 4-cü dövr buzlaşmasına məruz qalıb. Yuxarıda. Düzdür. Burada hansı yarımada yerləşirdi? Harda müəllim? Yox, Pola yarımada. Skandinaviya yarımadası. Pola Skandinaviya yarımadası. Yox, Skandinaviya bu pələngdir, bu pələng olan yerdir. Amma bu Neçə olur? buranı o qədər üstündən yazmışam ki, qarışıb bir-birinə qoyun. Aydın görsəsir.
Hə, bu pələng olan yatmış yer. Bura Skandinaviyadır. Onun quyruq hissəsi, bura isə Kola yarımada. Olay yarımadası. Yaxşı. Skandinaviya yarımadasında hansı relyef vahidi var idi ki, xüsusən də Norveç ərazisi onunla məşhur idi. Burada məşhur Sognefjord var idi. Mənim orası soyuq yerdir. Hə, Buz olan yer. Fiordlar, dərin Hə, körfəzlər. fiordlar var idi müəllim. Ən çox Dönərəm o sözlərə. Soyuq olan yerlərdə fiordlar var idi. məşhur bir fjord var. Adı Sognefjorddur. Bəs Salpakusiya Morentiresi harda yerləşirdi? Nə müəllim? Ne demek? Salpakusiya Morentiresi. Qərbi Morentiresi. Bəli. Gerbi Sibir. Qərbi Sibir səni. Finlandiya. Finlandiyanın ərazisi. Finlandiya. Baxın burada. Salpakusiya Morentiresi buradadır. Uzlaq relyef formaları da bunlar. Finlandiyanın ərazisində yerləşir. Yaxşı, bu hansı yarımadadır? Ora O, şey İzmir Yutlandiya Pendik. yarımadası. Bəli, Jutlandiya yarımadasıdır. Jutlandiya yarımadasında hansı ölkə idi? Hansı ölkə idi? Hansı ölkə? Ya. Dəqiqə Məhəmməd deyəcəm indi. Danimarka. Danimarkanın Hə, ərazisi. Burada hansı ovallıq idi? Orada mən? Famil orada. Almanya, Polşa. Almaniya ovalığı idi, düzdür. Yaxşı. Burada hansı dağlar yerləşirdi? Harda mən? Orada. Alp dağları. Alt dağları. Dağlar, Karpat dağı yerləşir. Karpat dağı, Alp dağları, Karpat dağı. Alp dağı. Karpat dağı 2655 metr, Alp dağları 4807 metr. Düzdür. Alp dağların ən hündür zirvəsinin adı nədir? Mont Blanc. Mont Blanc. Mont Blanc'dır, doğrudur. Alp dağları geosinkronun neçənci mərhələsindədir? Üçüncü. Mərhələsindədir, Mənim orada düzdür. Etna vulkanı yerləşir də, 3323 metr. Yoxsa Alp dağlarında Etna. Etna Yox. yerləşir də, mən Etna. Etna Avropadadır, düzdür. Amma Alp dağlarında deyil. Ümumiyyətlə Alp dağlarında fəaliyyətdə olan vulkan yoxdur. Yoxdur, ha. Etna müəllim. Siciliya adasında da ayırmaq nə idi? Haydi, bax, deyim burada Sibirya. Afrin'de Vezuvi var. Vezuvi var. Afrin'də də bəli, Vezuvi var idi. İkisi də ölkə olaraq İtaliyanın ərazisidir. Deyin görün bu hansı yarımadadır? Hansı müəllim? O Ora, Piriney. 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 Çəkmə haradır? Apenin. Peki müəllim. Apenin. Düzdür. Bura haradır? Madrid. Ora dəqiqə şey Oraya Madrid da- müəllimə. Balkan yarımadası. Buranı soruşuram Fatimə, bura. Balkan Ha, ora yarımadası. müəllim. Madrid dediyin yer bu Piriney yarımadasıdır. İspaniyanın paytaxtı Madrid. Mən iki yer qırmızılar deyə mən elə bir mütəfəkkir. Olar. Yəni Piriney, Apenin, Balkan yarımadaları bunlar Cənubi Avropaya aid olan yarımadalardır. Piriney yarımadasında hansı dağlar var idi şimalında? Pirineydi. Bağında. Kipr, yox, Kipr yox. Məsələn, bu hissədə hansı dağ idi? Mənim Qafqaz dağları yox. O Əndəlüs müəllim o tərəfdə. Əndəlüs. Şimalında Andalus dağı var. Ətəndülüs. Mənim Qafqaz dağları idi. Yox, Asiyadır. Mən sağ hissədəyirsiniz, sən göstərin. Burada da Piriney yarımadasının şimalında elə Piriney dağı Elə var. ki deyil. Piriney dağı var. Nə dağlar? Cənubunda hansı dağdır? Aşağı hissəsində. Yəni bunda Əndəlüsdən Mesir. Andalus dağları. Əndəlüs idi deyəsən. Bu ara hissədə hansı yaylaydı? Mesetim. Dayan. Piriney Andalus dağları yaşına görə necə dağlardı? Yaşına görə gəldim. Yox, Cavan idi də zaman, mənim. zaman. Cavan. Dağlar. Dağlardı. Ümumiyyətlə Cənubi Avropadakı dağların hamısı cavan dağlardı yaşına görə. Çünki Bəli. Alp Himalay geosinkronuna düşür. Burada hansı dağlar idi? Orada müəllim. Hərəmət deyil. Bura Elə yarımadan Aferin. Orada mənim vulkan var idi Aferin. deyəsən. Yoxsa Aferin. dağlar idi. Hansı vulkan var idi? Yaxşı. Etna vulkanı var idi. Vezuvi. Etna vulkanı. Aferində Vezuvi. Apenində Vezuvi, Siciliyada da Etna vulkanı idi. Burada hansı dağ var idi? Orada Ora müəllim. Balkan dağları idi. Düzdür. Burada hansı dağ idi bəs? Bir də işarə Orada eləyim müəllim. dağları Karpat. Karpat. Karpat dağı müəllimə.
2655 metr. 2554. 2655 metr. 2655 metr. Bəli, Qarlıxoyskaya şiddətdir. Bəs burada hansı dağ idi? Bir də işarələyin. Ora Ora mənim orada Yox. yarımada olar müəllim ora. Hansı Yarımada. Balkan. Balkan deyil. Haraya mən bir də işarələyirsiz oranı. Balkan özdə. Balkanı hara getdin? Mən Qaradənizin içərisindəki bu yarımadanı deyirəm. O hansı da Hə, yarımada? Krım müəllim, Krım. Kırım. Hansı dağ Kırım. var idi? necə müəllimə? Orada hansı dağ var idi? Krımda Orada. Qafqaz idim mən. Yox, Qafqaz. Yox, Qafqaz. Elə Krım dağlarıdır da adı ilə Hə, bağlı. Kırımda. Krım dağlarının ən hündür zirvəsi nə qədərdir? Krımla öndür zirvəsi. 5121 yox. Öyle değil. 5000 olmaz, o azdır. Yox, müəllim. 1925. 3916 metr. 3916 metr. Yox, 1545 metr. Həmin 1545 metr Roman Koş zirvəsidir. Hündürlüyü azdır buranın. Yaxşı, Postoy mağarası hardaydı? Avropanın ən böyük mağarasıdır. Nə müəllimə? Postoy mağarası. Postoy mağarası. Mən deyəcəm onu. mağarası. Ölçüm idi. Orada Podan idi. Yox, Sloveniya. Sloveniyadadır Postoy mağarası. Baxın, Sognefjord Norveçdə. Salpakusiya Morentirəsi Finlandiyada, Postoy mağarası da Sloveniyada yerləşirdi. Bəs Kars prosesi hansı yarımadada daha sürətlə gedirdi? Fars prosesi. Bəli, Kars prosesi. Mənim baş hərfini deyim bir dənə. B. Baş hərfi B. Balkan. Balkan. Yarımadası daha sürətlə gedirdi. Polder nədir? Polder. Polder. Mən bir dəniz olan yerlər insanlar tərəfindən quruya çevrilmiş ərazilərə deyilir. Ən çox hansı ölkədədir polderlər? Baxın burada. Hansı ölkələrin ərazisində daha çox düşürlü? Dünyada məşhur Gəl. polderlər. Böyük Britaniya olan. Baxın, ora böyük Britaniya. Bura Böyük Britaniyadır. Bax, Ora işarələr. böyük Britaniya deyil, London müəllim. Ölkə yoxdur. İrlandiya idi. Yox, Ay İrlandiya. yox, Ruslandiya da mən. London müəllim, London idi. Almanya idi yoxsa? London. Niderlandın ərazisidir. Polderlər ən çox Niderlanddadır. Ay Niderlanda. müəllim, mən hər Almaniyadır, Danimarkadır. Bu ölkələr polderlərə görə məşhurdur. Ən məşhurları da Niderlandda yerləşir. Ən çox Niderlanddadır. O Londonu da ölkə deyirsiniz də, yazıqdır. London ölkə deyil, şəhərdir. Saçdığımda birini. Bura haradır? Hara müəllim. Ora Ora. böyük Britaniya. Baxın. İrlandiya idi. İrlandiya idi müəllimə. Yox, bu uzun olan Böyük Britaniya. Ora böyük. Ora İrlandiya. Orada Orada İrlanda. dedim müəllim. Balaca olan Məndən İrlanda. dedim İrlandiya. Hə, böyük olan İrlandiyanın İrlandiyada. ərazisi. Avropa ilə bitdik. Gəlir Asiyaya. Ən çətin olan Asiya. Daha böyük olan, daha doğrusu deyil, Asiya. Ən asan Asiya deyil. Niyə deyirsiniz? Ən utandı Asiyadır. Hə, Niyə yaxşı. müəllim? Avropa çətində. Asiyada müəllim 2-3 dənə yer var, Bir tutar takım deyil. 7. Hə, Asiyada 3 dənə yer var. Deyin görüm işarələr. Amma Necə müəllimə? Qərbi Sibirdir. Əlini hara Mən qoyuram, sonrasında ora deyirlər qaralıq. İşarələdiyim yer haradır? Qərbi Sibir düzənliyi. Gəldi Sibir düzənliyi. Qərbi Sibir. Bura, Orta Sibir Orta yaylağı. Sibir. Orta Sibir idi bura, deyəsən. Ora Ora Verxanski. Verxanski silsiləsi. silsiləsi. Verxanski silsiləsi. Orada Çerski. Çerski silsiləsi. yer silsiləsi. Bura haradır? Ora Ora Kamçatka yarımadası. Kamçatka. Kamçatka yarımadası müəllimə. 4600. Var. 4600. Tuichi Sukkası. Hə. Tuichi vulkanıdır, düzdür. Burada hansı dağ var idi? Ora da müəllim. Orada Skotali, Skotali. Saxali. İdi, düzdür. Bu hansı adadır? Ora Ora Saxalin. Yaponiya. Saxalin. Denali Hə, adası. Saxalin. Dena- Saxalin. Fatimə hansı ada?
Denali yox, Denali deyil. Aleut Saxalin. adasıydı. Mən Aleut adasıydı yoxsa Aleut. Aleut. Saxabil. Bax, Aleut budur. Ha, Saxalin Çox adasıdır. keçdim. Saxalin. Rusiya. Saxalin adası. Hə. Bura hansı adadır? Adalardır Ora daha Yaponiya. Yaponiya. Yaponiya adası müəllimə. Fəaliyyətdə olan vulkanlar hansıları idi? Fujiyama. Şey, Fujiyama 3776 metr. 3776 metr. Bəli, bir də Fujiyama. Aso vulkanıdır. Fujiyama ilə Aso vulkanlarıdır. Bura haradır? Ara müəllim. Ora Ora küçüsü, küçüsü. Panyan. Hara? Mənim O- sual Koreya müəllimə. məndə. Ora şeydir, Koreya. Koreya yarımadası. Bəli, Koreya yarımadası platformadır geosinkronal Platforma. Platforma. formadır. Bəli, doğru. Platforma. Bura hansı düzənlikdir? Ora Şey, yansızı müəllim. Right. Yansızı. O yansızının Xuanxenin yaratdığı düzənliyin adı nədir? Bəli, yansızı. Böyük Çin düzənliyi. Böyük Çin düzənliyi. Vaxtda Böyük Çinlər yüksəliyib müəllim. Çin düzənliyi platformadır geosinkronal Platforma. Platforma. formadır. Düzdür, Böyük Çin düzənliyi də platforma ərazisidir. Yaxşı. Burada hansı dağ yerləşirdi? Orada Böyük Çinqan. Böyük Xinqan, Böyük Xinqan. Böyük Xinqandır. Burada hansı səhraydı? Gobi səhrası. Gobi səhrası. Yuxarısında Ulan Bator. Ulan Bator, bəli, Moğolistanın paytaxtı Ulan Bator. Yaxşı, O bu hansı təbii yarımadadır? qazanır. Ora müəllim. Necə? Hitsin yarımadası. Hitsin müəllim. Hitsin. Hitsin. Hitsin Düzdür, yarımadası. Ora şey, Ora Malakka. Sumala yarımadası. Sumala yarımadası. Müəllim Sumala yarımadası. O Somali yarımadası. Malakka. Ora Malakka müəllim, Malakka. Somaliya Afrikadadır. Somali müəllim. Somaliya Afrikadadır. Sən qarışdırdın hamısını. Müəllim haradır? Malakka yarımadası. Malakka. Malakka. Avrasiyada da bir yer demədin. Getir Yəni Afrika. Somali oxşa deyə. Yaxşı, bu hansı adadır? O Ora müəllim Hara Somali. müəllim? Ora müəllim, Sumatra. Ha, bura haradır? Ora Ora müəllim. şey, Ora Yava. Yava. Yava değil mi? Piyay burnu idi desin o tərəflərdə yoxsa? Malakka yarımadasında piyay burnu var, düzdür. Bəs bura hansı yarımada? Kalimantan, Kalimantan. 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 Kalimantan Düzdür, adası müəllimə. Filippin. Orada Filippindir mənim o şey. Filippin. Filippindir. Filippində hansı fəaliyyətdə olan vulkanlar var idi? Pinatubo ilə Pinatubo ilə Popo vulkanı. Apo. Apo. Popo. Apo. Hə, ya, mən çaşmayım, başqa yedim. Popo Cənubi Amerikada göldür. Pinatubo ilə Apo vulkanı var idi. Bəs Sumatra adasında hansı vulkan var idi? Yəni İndoneziyada. Sumatrada da burada İndoneziyanın ərazisində hansı Hə, vulkan var? Krakatau vulkanı müəllim. Krakatau. Krakatau vulkanı idi, düzdür. Bura hansı yarımadadır? Ora Ora müəllim Ərəbistan yarımadası. Ərəbistan yarımadası. Ərəbistan. Ərəbistandır. Dəqiq. Bəli. Yox, müəllim, Hindistan yarımadası, Hindistan yarımadası. Ərəbistan o birisi idi. Hindistan yarımadası. Hindistan yarımadasıdır. Ərəbistan müəllim desin o tərəfdəki. Daxilində baxın burada hansı yayla yerləşir? Dekan yerləsi, Dekan. Dekan yayləsidir. Dekan yayləsi platformadır geosinkronal. Platforma. Platforma. Düzdür. Burada hansı dağ var idi? Orada Hind dağ. Himalay müəllim. Himalay. Hinkan. Düzdür. Himalay dağları. Himalay dağlarının ən hündür zirvəsi. Everest dağı 8848. 8848 metr. Hansı ölkənin ərazisinə düşür? Everest dağı. Bəli, hansı ölkəyə düşür? Şey, Mehmet deyirsə, Mən Çin deyildi Çin yoxsa Çin deyildi ki. Nepal'la Çinə. Nepalın Mən ərazisinə Çinə düşür. düşürdü də. Çin və Nepal. İkisinə də düşür. Çindən Nepalın ərazisinə. Bəs Nepalda bu Everestdə çıxmaq üçün alpinistlərə kömək edən xalqlar var idi. Şey müəllim, yarklar. Yak öküzdür. Yaklar deyil. Yaklar Tibetdə yaşayan öküzlər idi. Nepalda yaşayan xalqların adı nə idi? Bilmirəm mən. Adası mən Şerp bilmirəm. xalqları. Mən baş hərfindəyim də. Şerp xalqları. Şey, Hər şey tamam.
şef xalqları yaşayırdı ki, bu Everestə çıxan, alpinistlərə kömək edən xalqlar idi. Yaxşı, bu Himalay ilə Dekan yaylasının ara hissəsində burada hansı ovalıq var idi? Orada müəllim. Qanqov, Orada. qanqov. Ha, Hindqanqo balığı. Düzdür. Qanq, Bəs, Hind qanqov balığı. bəli, burada hansı səhra var idi? Har səhrası. Patiyat da müəllim. Aslında düzdür. Yaxşı, Mən nəyə bir görə göstərə. bu hissədə bax burada Hindqanqın aşağısında Hindistanla Pakistanın sərhədində Tar səhrası idi. Deyin görüm, dünyanın Deyim. ikinci ən hündür zirvəsi haradır? Necə müəllim? Karakorum. Dünyanın ikinci ən hündür zirvəsi, bax, Karakorum dağlarında bax bu hissəyə düşür. Hansı zirvədir? Zirvənin adı nədir? Doğru zirvəsidir. 8611 metr. Bəli, 8611 metr. Çogori zirvəsi dünyanın ikinci ən hündür zirvəsidir. Adı nə idi? Bir də deyərsiniz, yaddaşmayacağım. Çogori. Çogori. K2 də deyilir, Çogori də yazılır. Çogori. 8611 metr. Karakorum dağlarında Çilin ərazisinə düşür. Ən hündür zirvədir. Burada hansı yayladır? Harda? Tibet yaylası. Tibet yaylası. Tibet yaylası. Kunlun. Orada Kunlun. Burada hansı Karşısında dağdır? Tiyanshan. 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 Altay. Harda müəllim? Mən Orada. qırmızıları da silərsiniz də görəlim. Bu hissədə. Ha, o birisləri Sayaq. silmir. Beluxa idi müəllim. Altay. Beluxa haradır? Beluxa Altaydır. Bəli, Beluxa idi Altaydır. müəllim. Ha, Beluxa yenə Altaydır. 4506 metrə. 4506 metr. Burada hansı dağ idi? Orada. Sayan. Orada Dağlardır. Bəli. Tiyanshan Sayamağı. ayağının xüsusiyyəti nədir? Nəyə müəllimə? Əvvəllər sonradan təzə tektonik hərəkətlərə məruz qalıb Hə cavanlaşır. müəllim, onlar sonradan yenə tektonik qalxmağa məruz qalmışlar da. Doğrudur. Yenidən Kaynoz erasında. vardı. Tiyanshanın ən hündür zirvəsi. Tiyanşan Yaşanan kiçik. Qələbə piçi nə qədərdir hündürlüyü? 7439. 7400, müəllim 95 metr. 7495 metr. 439. 7495 metr olan şeydir, Səməni piçidir. Pamirin hündür zirvəsi olan Səməni piçidir. Yaxşı. Burada hansı dağlar idi? Belə Pamir demişkən. Pamirdə Has bəli. müəllim. Pamirin ən hündür zirvəsi haradır? Samari. Pamonifki. Yox. Pamirin Bəli. Hindukuş. Hindukuş. Hindukuş özü. Mənim o Kuradıq nədir bir şey yazmış. Kongur zirvəsi Çində yerləşən Kongur zirvəsidir. 7719 metr. Pamirin ən hündür zirvəsidir. İkinci ən hündür zirvəsi də Səməni piçidir. 7495 metr. Bu ikisi də Pamirin hündür zirvələridir. Yaxşı, burada hansı dağ idi? Orada müəllim. Orada. Karpatda. Koperdağ. Karpat idi. Koper. Yox. Diriçmin. Triçmir haradır? Dağı. Zog. Triçmir haradır? Hindukuş. Hindukuş dağlarında, bəli. Ən hündür zirvəsi də Triçmirdir. Triçmirin hündürlüyü nə qədərdir? 7780. 78. 7708 metr. Yaxşı, Səkkiz. deyin, burada hansı dağdır bu? İranla Türkmənistanın sərhədi. Zagros. Zagros dağları. Zagros var orada. Yayla deyirsiniz yoxsa İslamsız? Dağ deyirəm, dağ. İranla Türkmənistanın sərhədinə düşən burada hansı dağ idi? Popet dağ. Kopet dağıdır, bəli. Bəs burada hansı dağdır? Orada Zagros. Zagros. Bura hansı yayladır? İran yaylası. İran Yaylası. Burada hansı dağdır? Harda? Elbrus. Dəmə Elbrus, düzdür. Elbrusun ən hündür zirvəsi haradır? Dəmavənd 5 Dəmavənd 5610. 5600. 10, düz. 5610 metr. Burada hansı dağ idi? Qafqaz. Orada Qafqaz. Qafqaz dağı idi müəllimə. Qafqaz, düzdür. Qafqazın ən hündür zirvəsi 5642 metr. 5642 metr. Elbrus. düzdür. Fatıma, Elbrus idi də müəllim 5642 metr. Elbrusdur, doğrudur. Bura hansı yarımadadır? Oraya Ora- Kiçik Asiya. Kiçik Asiya. Asiya. Kiçik Asiya. Kiçik Asiyanın şimalında hansı dağ idi?
Necə müəllimə? Cavabında pont. Pont. Pont, düzdür. Kiçik Asiyanın cənubunda hansı dağ Tavus. idi? Tower. Tavus. Tavus. Bu Kiçik Asiyada hansı yayla yerləşirdi? Asiyada. Dur. Asya. Bir dakika müəllim. Ankara. Yox, Yox. Anadolu. Anadolu. Bu Anadolu. Anadolu karışır, prosto karıştırıram. Kiçik Asiya yarımadasının ən hündür zirvə yeri haradır? Ne zaman mı? Ben de yeri. 3906 Ağrı metre Dağı idi müəllim, müəllimə. 5175. Ha. Ağrı dağıdır. 5000 nə qədərdir? 165. 5165. Yəni 5165. Bu Dəmavənd, Ağrı dağı. Bunlar necə dağdır? Bunlar mı tamamen Neydi? Vulkan olmuş, sönmüş vulkanlardı. Olmuş vulkandır. Elbrusdur. Ağrı dağdır, Dəmavənddir. Bəli, müəllim, bunlar sönmüş sönmüş vulkanlardır. düzdür. Burada hansı ovalıq yerləşirdi? Bir də işarə eləyək. Bu hissədə. Mississippi. Mesopotamya Mesopotamya balığı. balığı. Mesopotamya balığı. Bura haradır? Orada Arabistan. Ərəbistan yarımadası. Ərəbistan. Ərəbistan yarımadası. Bəli, burada hansı çökəkliyi idi? Orada Mən Qohor. Qohor. 4030 metre idi deyəsən. Mən 4030 metre ayda düşənin adı neydi? 400. Ölü dəniz. 430 idi. 400 Ölü dərəsi idi. Ölü Ölü dəniz dəniz. çökəkliyi idi, düzdür. Bəs burada Bəli. hansı səhra idi? Orada Rubel Xali. Rub səhrası. Rubel Xali. Burada hansı ovalıq Rubel idi? xası. Orada Ne zaman? Qızılqum, Qızılqum. Turan balığı. Turan. Turan ovalığı. Turan ovalığının üzərində hansı səhralar var idi? Qızılqum. Qızılqum. Qaraqum, Qızılqum. Qaraqumdan Qızılqum. Qaraqum, Qızılqum. Qızılqum və Qaraqum səhraları. Yaxşı. Deyək görək burada hansı çökəklik var idi? Orada Orada. müəllim Karaciğer. Karaciğer Yüzmə çökəkliyi. Mənfi 132 düzdür. Karagiya çökəkliyi. Yaxşı. Avrasiyada nə qaldı? Başqa bir şey qalmadı. Bir dənə Avrasiyada tufan qaldı müəllim. O da mənfi 155. Turfan çökəkliyi bu hissədə Çin ərazisində mənfi 155 metr. Yaxşı, burada hansı səhra var idi? Onu da deyib bitsin. Orada təklə məkan. Təklə məkan. Gobi səhrası idi yoxsa? Yox, Gobi buradadır. Bu hissədə. Orada təklə məkan idi. Təklə məkan. Sırdərya səhrası. Yox, təkləməkən. Təklə məkan. Təklə məkan. Mən də- səhra. Bu Bəli. komanda yarışa getsə, yəni garanti qalibdir. Yəni birinci yer bizimdir. Kim qalibi? Afrikaya gələk. Afrika, tamam. Afrika dərə su yer yoxdur, su içində. Müəllim, sizdən çox hansımız yıxacaq? Ən sevimli materik Afrika. Müəllim. Bir də Afrikada uzağı bir 20-yə yaxın yer var. Qutarda. Yaxşı. Afrikanın şimal uclar nöqtəsi. Rensen. Ben sesi. Yox. Ben Müəllim, qərbi Almadi burnu idi. Qərbdə Almadi burnu idi. Cənubda İynə burnu idi, səhv eləmirəmsə. Qərbdə Almadi burnu, bəli. Qərbdə Almadi, cənubda İynə burnu. Şərqdə Şərqdə hansı idi müəllimə? Kafur burnu. Şərqdə müəllim biraz Xafun burnu. bəs bu şimal qaldı. Axı şimala gələndə hərə başqa dildə danışmağa Mən başlayır. şimalı qarışdıram mənəm. Şimal uclar nöqtəsi Bensekka burnudur. Bensekka yaxud da Rasangildə deyilir buna. Bensekka burnudur. Afrika hansı yarımkürələrdə yerləşir? Müəllim, həm şimal, Dörd həm yarımkürenin şərq, dördündə həm də. cənub. Mən bütün şeylərdə yerləşir Afrika. Dördündə də Kürələrdə yerləşir. Çünki bunu həm Bəli, bütün yarımada yerləşir. kəsir, həm də Greenwich meridianı kəsir. Ona görə 4 yarımkürenin dördünə də düşür. Afrikanın hansı hissələri hündür Afrika adlanır? Necə? Şərq, mən cənub hissələri, Cənubu ilə cənub hissələri. hissəsi. Bax, Cənub- bu Mən şərq hissələri ovalıqdır da. Cənubu ilə şərqi hündür Afrikadır. Şimalı ilə qərb Qərbi də hissəsi. alçaq. Mən ortası şey oldu. Əsasən mənim ovalıq olur da ortası. Bəli, orta hissələri olur alçaq Afrika. Mən Şimalı ən hündür zirvəsi Atlas dağı idi. 4165 metr Tupkal dağı. Atlas Afrikanın- dağları idi desin. Afrikanın ən hündür zirvəsi deyirsən Atlasdır. Kilimanjaro nəyə durub Yo, orada mən başkanım? Kilimanjaro müəllim bir dəqiqə Kilimanjaro idi. 5895 metr çaşdım. 4165 metr Tupkal idi. 5165 metr Kilimanjaro.
Orada mənim Kilimanjaro'nun yuxarısında. Bəli. Kenya. Kenya Kenya. mənim, Kenya 5199. Bura işarələdiyim yer. Ora Atlas Atlas dağı dağı Ora var. mən Atlas dağı yerləşir də. Atlas Tupkal'da o da Mənim Tupkal 4160. dağı da mənim 4165 metr. Düzdür, Topkal 4165 metr. Atlas cavandır yoxsa qədim? Mənim Atlas. cavandır, mənim Atlas Atlas cavandır cavandır. mənim. Mən bir Atlasdır da cavan olan. Cavan dağı, düzdür. Yeganə Atlasdır bəli. Burada hansı səhradır? Orada mənim böyük səhra. Tirpok Böyük səhra. səhrası. Yox, böyük səhra, böyük səhra. Mənim dünyanın ən böyük səhrası, böyük səhra. Bəli, böyük səhra. Bura haradır? Ora mənim Liviya səhrası. Tripoli. Tripoli, Qahirə idi mənim. Liviya səhrası. Liviya səhrası. Mənim. Qahirə Misirin paytaxtı. Bu hissələrə düşür ad olaraq, o hissələrə amma Liviya səhrası bu deyişir. Burada hansı səhradır? Orada mənim Nubiya. Orada Nurbiya. Burada hansı yayladır? Yayladır. Orada Əhəqqar. Əhəqqar yaylasıdır, düzdür. Burada Tibet. Tibet. yox, Tibetdir. Tibetdir Tibet. yəni. Tibet Asiyada. Tibet yaylası. Burada Orada mənim Afur. Marrakeş. Bur yaxud da Müəllim, bunlar Mar Şahid dağları adlanır da müəllimə. Bunlar Bəli. Şahid dağları adlanır da. Şahid dağıdır, bəli. Burada Bəli, hansı bunlar Şahid- yaylaydı? Orada Orada şey mən Etiyopya. Etiyopya Bunlar yaylası. Etiyopya yaylası değildi. Efiopiya yaylası, bəli. Efiopiya yaylasının ən hündür yeri haradır? Rastaşan 4620 dağı metr. 4620. 4620 metr. 4620 metr. Bəli, Rastaşen 4620. Bura haradır? Ora mənim Somali Somaliya yarımadası. yarımadası. Somali yarımadası. Yarımadası. Bura haradır? Ora Kamerun, müəllim. Kamerun vulkanı 4070 metr. 4070 Kongo metr. hövzəsi. Kamerun vulkanı. Dairəyə aldığım yer Kongo hövzəsidir. Afrikanın ən alçaq hissəsidir. Burada düz deyirdim Fatimə. Kamerun Kamerun, vulkanıdır. Kamerun. Vulkanıdır. Yaxşı. Burada hansı vulkan yerləşir? orada Ha tərəfdə müəllim. Şey Kilimanjaro vulkanı. Kilimanjaro'da mən ən hündür 5895 metr. Məncə ora aşağıdakı bu dairə olan yerdir. Bəli. Kenya. Ha ha. Yerləşir. Bəs Kenya. burada hansı yaylaydı? Orada mənim Şərqi Afrika yaylası. Şərqi Afrika yaylası. Bu hansı dağdır? Şey Tayo. Kan. Kalahari səhrası var idi müəllim. Yox. Oradakı mənim əjdaha. Ejderha dağı. Əjdaha. Hansı Mən yuxarıda səhradır? Kalahari səhrası var da. Kalahari Orada səhrası. Kalahari müəllim. Kalahari Hansı səhrası. səhradır? Nubiya. Nubya. Yox, Nubya səhrası. Nubya deyil. Mən Kalahari ora. səhrası deyil. Namib. Namib səhrası. Namib səhrası. Burada yerləşir. Namib səhrası. Yaxşı. Afrikada Şərqi Afrika sınma zonası hardan başlayır? Şərqi Afrika sınma Şeydən zonası. müəllim. Mən qırmızı dəniz Şərq olduqlardan. tərəfdən başlayır da müəllim. Bəli, Qırmızı Qırmızı dənizdən dənizdən başlayır. Şərq tərəfdən başlayır. Həcm olaraq Zambezi çayına qədər 3000 kilometr məsafədə uzanır. Bu qırılma zonalarında hansı relyef formalarına rast gəlirik? Hansı relyef formalarına? Bəli. Horst və Grabellər. Hostadır. Grabel, Horst Grabel. Burada məşhur Ruvenzori horstu var idi. Horst və Grabellərə rast gəlirik. Yaxşı, bu Grabellərdə hansı göllər yaranmışdı burada? Victoria gölü. Yox, Victoria gölü Victoria Grabelində deyil, əyilməli. deyil. Rudolf Rudolf. Victoria Gölü. Yox, Victoria deyil. Rudolf. Tanganyika, Nyasa gölü. Niyat olaraq Nyasa gölü. Niyasadır, Tanganyikadır, Rudolfdur. Bu göllər tektonik Grabellər sınmada yerləşən göllərdir. Victoria əyilmədir. Əyilmə zonasında yerləşən göldür. Bəli. Yaxşı. Afrika bitdi. Bir də deyim görüm Afrika hansı okeanlardan əhatələnib? Afrika müəllim. Deməli müəllim. Mənim Hind okeanı, Şərqdə Hind okeanıdır. Müəllim, şərqdə Hind okeanıdır, qərbdə Atlantik okeanıdır. Cənubda isə şey idi, Cənub okeanı idi deyəsən. Cənubi Cənub okeanı var. Düzdür, siz də o Bəli. Cənub okeanı Şərqində Hind okeanı, qərbində Atlantik okeanı. Afrikanı Avropadan hansı dəniz ayırır? Afrikanı Avropadan. Aralıq dənizi. Aralıq dənizdən. Aralıq dənizi. Yox, qırmızı dəniz. Yox, Aralıq. Afrikanı Sual Asiyadan necə hansı idi? dəniz ayırır?
Neydi Qırmızı qırmızı dəniz. Bax, Qırmızı dəniz. Afrikanı Avropadan aralıqdır, Afrikanı Asiyadan bəli, qırmızı Hə, dəniz qırmızı dəniz. ayrılır. Müəllim, sualı sizə eşitmədim. Hı. Yaxşı. Gələk Avrasiya. Avrasiya hansı yarımkürələrdə yerləşir? Hansı Avrasiya bölgələrdə? şimal-şərq yarımkürəsində. Şimal-şərq Mənim yarımkürəsində. şərq, Cənub-şərq. Cənub bir dəqiqə, Eyni Avrasiya şey. deyil. Cəmi iki yarımkürə. Cənub-şərq. Mən Avstraliya deyirsiniz. Bəli, Avstraliya. Hə, mən Cəmi Avrasiya eşitdim, mən. Cənub-şərqdə o yerləşir. bəlkə mən səhv dedim. Avstraliya bəli, iki Hə, mən yarımkürə. Avstraliya. Cənub və şərq. Cənub və şərq. Ən balaca müəllim materik. Materikdir, bəli. Hansı okeanlarla əhatələnib? Mənim Sakit Okean, sonra deməli. Sakit Okean bir də ki, mənim Hind Okeanı yox, Hind Okeanı. Hind okeanı. Hind Sakit okeanı. okeanından Sakit əhatələnib. okean, bir də Atlantik yoxdur Yox. burada. Şərqində Mən sakit. ikisi. Mən sualı bir də verə bilərsiniz. Eşitmədim. Hansı okeanlarla əhatələnib? Avstraliya müəllim şərqində Sakit okean, qərbində Hind okean, cənubda isə Cənub okeanı. Cənubi okean. Bəli. Avstraliya. Atlantik okean daxil deyil, bir də Şimal buzu daxil deyil bura. Daxil deyil. Avstraliyanın geosinknal hissəsi haradır? Müəllim Yox. şərq hissəsi müəllim burada böyük sahil su hissəsi ayrı- yerləşir. Böyük Böyük sahil sahil hissəsi yerləşir şərq tərəfdə. Ora geosinknaldır. yox. Yox, hemen dəqiqə. Ama Merkez Avustralya müəllim. heç bir geoteknik Merkez yoktu. Bəli, Avstraliya platformadır. Mən Başqa platform yer yoxdur. Platform bildim. Deyin görə burada hansı dağdır? Deməli, Böyük böyük sahil. sahildir. Böyük sahil hissəsi. Birinci Hündür zirvəsi. Ən Şey, zirvəsidir neydi? deməli, Kosmosda Kayış- 2228. Kostuşka 2228. 28. 28. Burada hansı ovalıqdır? Orada mərkəz Orada- olaraq. Böyük Victoria. Merkez ovalı. Mərkəzi ovalıqdır, düzdür. Burada hansı düzənlikdir? Orada Orada nal və şey- qor düzənliyi. Hem de ovalıqdır. Bura hansı yayladır? Orada qərbi Orada Avstraliya. gəlbi Sibir. Qərbi Avstraliya. Qərbi Avstraliya yaylası. Qərbi Avstraliya yaylası. Bəli, Qərbi Avstraliya. Burada hansı səhradır? Orada mənim Böyük qumu Orada səhrası. böyük Böyük qumu səhra. Burada Şərqin aşağısında cənubunda isə Böyük Orada Victoria Gibson. səhrası. Böyük Viktoriya. Gibson'da. Böyük Victoria səhrası var. Burada hansı səhradır? Gibson. Orada Hipson. Bəs burada Gibson. Tipson səhrasıdır, düzdür. O tərəfdə mən desin Eygöl yerləşir bu tərəfdə. Burada hansı dağ var idi bu hissədə? Orada, Orada şey, Dağ var. Hamesli dağı idi. Hames Ham- dağı idi, düzdür. Hames. Burada X qoyduğum yerdə hansı dağ idi? ilk sarı qoymuşlar. Orada Orada şey, mənim McDonald. Bəli, Magdalena dağları idi. Yaxşı. Avstraliyanın ucqar nöqtələrinə gəlsək, şimalda ucqar nöqtəsi, Yox, burnu. Şimal hissəsi Yok Yok, burnu. York burnu. ucqar Cənub nöqtəsi. mənim şərqdə Bayram burnu idi. Cənubda Saat şərqdə üstü. Bayram burnu idi. Qərbdə City Point burnu idi. Bəli, Hə. qərbdə Hə, şimalda Şimal-Qərb burnu, cənubda City Point burnu, şərqdə Bayram burnu, cənubda isə Saat üstü. idi, South East Point burnu deyəsən. South Point burnu şeydi. Avstraliyada ən alçaq yeri haradır? Ən açıq yeri En mənim altı yeri Ege Denizi. Mənfi 16. Ege dənizində. Eygölü. Eyir gölü, Ege dənizi yox. Leyla yoruldu. Ege gölü idi əməli. Eyir gölüdür. Mənfi 16 metrdir. Uluri Bəli. massivi xüsusiyyəti nədir bu dağların Uluri massivinin? Uldurun massivi. Xüsusiyyəti müəllim. Avstraliyanın mərkəzi hissəsində yerləşən, hündürlüyü 300 metrə qədər olan dağlar idi ki, bunlar qırmızı rəngdə olurdu bu dağlar. Bəli. Qırmızı rəngdə Uluri massivi deyilir bu dağlar. Avstraliya materikində hansı ölkə yerləşir? Hansı ölkə? Avstraliya. Bəli, elə Avstraliyanın özü Bəli, yerləşir. Avstraliya. Gəldik Antarktida materikinə. Antarktida materikinin ən hündür Mən bir də yeri bir şey deyəcəkdim müəllim. Avstraliya deyəsən şərq tərəfi biraz qərb tərəfi deyəsən quru yer idi. Şərq tərəfi deyəsən biraz şey yer idi. Quru da yer deyildi.
Belə bir şey var idi. Yoxsa? Quru yer şərq tərəfində böyük Suarez dağları yerləşir. Daha Bəli. hündürdür. Qərbinə nəzərən daha hündürdür. Amma sulu quru yer fikrini tam bilmədim nə demək istədiyini. Burada böyük arteziyan hissəsi var. Yəni yeraltı sular daha çoxdur. Bəlkə onu deyirsən? Hə, bəli, müəllim, elə deyildim. Böyük arteziyan hövzəsi şərq hissəsində düşür. Orada böyük yeraltı sular daha çoxdur. Yəni su mənasına yəqin onu demək istəyirdi. Yaxşı uşaqlar, Antarktidanın ən hündür zirvəsi. Şey, Erebus, mən bir forması vereyim. Wilson masifi nə qədərdir? Wilson 5140. 5140. Ən alçaq yeri Ən alçaq yeri. Bir dəqiqə müəllim. Erebus. Yox. Hə, evet. maşın markasıdır. Hə, Bentley, Ha, Bentley. çəkəkdir. Çökəkliyi nə qədərdir? 2555. 2555. 2555 metr. Antarktidada hansı fəaliyyətdə olan vulkanlar var idi? Erebus müəllim. Erebus var idi. Erebus vulkanı var idi. Erebus vulkanı var idi müəllim bir də. Adasında yerləşən Erebus vulkanıdır, bəli. Antarktidanın xüsusiyyətlərini kim sayır materik olaraq? Mənim çox su yoxdur, həddindən artıq. Mənim su yoxdur müəllim, bir də ki, quru da yoxdur müəllim, ancaq buzdur da Mən deyə müəllim. bilərəm, mən bir dənə deyə bilərəm. Müəllim orada deyirsən buz səhraları yerləşirdi, mənim səhv eləmirəmsə. Səhralar var. Sonra Buz deyil. səhraları yerləşirdi. Yəni biraz şeydən danışdım, neydi? Müəllim, bütün meridianlar kəsirdi mənim Antarktida materiki. Antarktida. Mənim bütün meridianlar kəsirdi Antarktida materiki. Bəli, bütün meridianlar Antarktida materikində Bəli. kəsilir. Buna görə də bütün Cənubda, saat şərqdə, bir də ki, qərbdə yerləşir. bütün saat qurşaqlarında yerləşir və Antarktidada, xüsusən də Cənub qütbündə yeni ili 24 dəfə qarşılamaq olar. Çünki 24 saat qurşağın 24-ü də Cənub qütbündə yerləşir. Leyla, sən də görün fikrini. Tamam, dedilər. Dedik. Eyni şeydirsə, tamam, onda təkrarçılıq olmasın. Yaxşı. Antarktidada Bitdi, bu qədər materiklər də bitdi. Bəli. Materiklərimiz bitdi. Mən Azərbaycandan da soruşum da. Görək. O, Azərbaycandan da gələn dərsimizdə soruşarıq. Olar? Biraz çox oldu. Onlar müəllim. Yorulmuşduq. Bəli. Və Azərbaycana keçsəm artıq Azərbaycanda başqa şeylərin adlarını çəkəriz. aləm qarşılayacaq müəllim orada. Qarşıcaq bir-birindən. Bəli. Müəllim, bir şey deyəcəm müəllimə. Ən çox Ən hasımıza gözləyirsiniz. Ən çox hazırlıq. Bu il 11-ci sinif olan, yəni burada dərsdə olanlar içərisində 11-ci sinif olan sənsən. Ona görə də çox səndən gözləyirəm. İnşallah. Ən balancası mənəm müəllimə. Hə, 11-ci siniflərimdən qoşulan yoxdur hal-hazırda dərsə. Qoşulanı indi sənsən, ona görə ən çox da səndən gözləyirəm. Hə, bildim. İnşallah ki, Çox sağ ol. nəticədə göstərsən. Gələn dərsimizi istəyirəm ki, gələn dərsimiz olsun saat məsələləri. Hə, olsun. birdən 11-ə qədər, 12-dən 20. Bəli, gələn 4-cü gün dərsimiz saat qurşaqları olsun. Razısınız? Olar müəllim, Olar asan da müəllim, olar olsun. müəllim. Mən həm KSG-də yaxşıyacam, həm də olimpiyada. Çox təəssüf Leyla. KSG-dən əvvəl sonra olacaq bu dərsimiz. Müəllim bir şey Olsun, deyəcəm. üçüncü KSG-də yazarıq onu. Buyur Fatimə de. Müəllim, mən yarışmaya qatılmışdım coğrafiyada. Hə, Hədiyyə qazanmışdım. nə Hər kəs gözəl. məndən eləmişdi. Nə yarışması idi elə? Müəllim, elə bir suallar verdilər hər kəsə coğrafiyadan. Ən fəal mən iştirak elədim. Filmdən verdin? hədiyyə. Amma biz üçüncü yer qazanmışdıq. Yəni dərslərə qoşulanda o finzanda bir çay sözü içərsən, deyərsən nə yaxşı bu. İnşallah müəllim. Mən də o vaxt sizdən ki, əvvəlki ən birinci coğrafiya müəllimimiz də mən yazmışdı. Həmin onda da biz üçüncü yer olmuşduq. İndi inşallah qismət olar başqa yarışlarda birinci yerlərə çıxarsın. İnşallah. Yaxşı. Gələn dərsimizin də mövzusunu müəyyənləşdirdik. Saat məsələləri, saat qurşaqları. Bəli. Yaxşı. Gələn dərsimizin sual-cavab əsasında Gələn dərsimiz necə gün olacaq? 4-cü gün də ayın neçəsi? 13-ünü. Olmuşam. İnşallah müəllim. İnşallah. Yaxşı. Başqa Gedəniz sualınız sərə qalsın müəllim. seyrə qalsın. Hələlik. Sağ olun. Sizə müəllim, sağ olun. Sağ olun.